Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri də futbolçu Nəriman Axundzadədir. İdmançı Qarabağın Ajaxla sonuncu oyununda uğursuz çıxışından sonra tənqid atəşinə tutulub. Sosial şəbəkələrdə bir çoxları açıq şəkildə futbolçunu oynaya bilməməkdə ittiham edirlər. Bəs bu qədər müzakirə edilən Nəriman kimdir? Əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan Usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beyki olan Nərimanın futbol karyerası Xəzər Lənkəran klubundan başlayıb. 12-13 yaşından isə Qarabağın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib. Xəzər Lənkəran futbol klubunun yetirməsi olan Nəriman daha sonra Qarabağ klubuna qoşulub və digər yaş qruplar üzər komandalarda da çıxış edib. Nəriman Axundzadə 2022-23 mövsümünün 12-ci turunda Qarabağın heyətində Şamaxıya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib. Həmin mövsüm o komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı. Nəriman Axundzadə Avrokuboklarda ilk qolunu 2023-24 mövsümündə 16-da bir final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın Braga klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 8də bir finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2-3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6-5 qalib gəlib və Azərbaycan futbol tarixində Avrokubokların 8də bir finalına yüksələn ilk klub olub. Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib. O, İslam həmrəylik oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib. O, Qarabağda hazırda 7 nömrə ilə çıxış edir. Əlavə edək ki, futbolçu daha əvvəl 90 nömrəli formanı geyinirdi. Boyu 1.85 metr. Oyunçu kimi dəyər qiyməti 2 milyon avrodur. Nəriman Axundzadə 2 milyon avro ilə Azərbaycanın ən bahalı oyuncusudur. Nəriman Axundzadənin aylıq maaşı Qarabağda ilk vaxtlar 1700 AZN olub, lakin yaxşı çıxışından sonra 5000 AZN qaldırılıb. Daha sonra isə xarici klubların təkliflərinə görə onun aylıq gəlirinin artırıldığı bildirilir. Bəzi xəbərlərdə aylıq maaşının 12.000 AZN-ə qədər çatdığı, ərəblərdən 3 qat artıq təklif aldığı qeyd olunur. Ancaq dəqiq rəqəm açıqlanmır.